Bir çox ailələrdə bu problem var. Deyirlər ki, sən psixoloqa getmə, getsən psixoloq sənin fikrini Dəyişəcək. dəyişəcək. Amma belə deyil. Psixoloq heç kəsin fikrini dəyişmir. Onsuz da biz demirik ki, bunu belə etsən yaxşı olar, elə etsən yaxşı olar. Biz sadəcə o insana baxırıq, o insanı analiz edirik və tamamilə suallarla qarşı-qarşıya qoyuruq həmin insanı. O insan suallara cavab tapandan sonra onsuz da ən doğru yolun nə olduğunu bilir. Bizə görə əslində doğru yol əvvəlcədən görünür, amma biz onu təbii ki də pasiyentə deyə bilmərik. Sonra gedir xanım, həmin yoldaşından ayrılır. Günah olur bizim üstümüzdə. Bizim üstümüzdə qalır ki, psixoloqa getdi, psixoloq onun fikrini dəyişdi. Amma biz dəyişmədik. Və ona görə də qoymurlar. Ona Dediyim görə də kimi, bu qoymurlar. gün mən hər proqramda buna toxunuram. Biz cəmiyyət olaraq, xanım olaraq, bəy olaraq psixoloqa problemlə üz-üzə gələndən sonra gedirik. Bəli. Məsələ budur. Yanlış tərəf də budur. Çünki biz problemlə üzləşirik və gedirik özümüzü kəşf etməyə. Hı, Əslində biz özümüzü kəşf edib ailə qurmalıyıq. Amma biz bəli. gedirik problemlə baş-başa qalırıq. Hə, ondan sonra deyirik ki, çözə bilmirik. Nəsə var, yanlış gedən bir şey var. Gedim görüm nə edə bilirəm. Amma o gedəndə də bir məni kəşf edirik. Halbuki biz bu məni heç vaxt kəşf etməmişik.